Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə Kaspi test kitabından sual cümlələrinin izahını verəcəm. Əvvəlcə başlayırıq. 96-cı testlə başlayırıq da. 96-cı testdə dünən deyirsə, keçmiş zamana sual vermək lazımdır. Bilirsiniz ki, sual didlə verilir və feil B infinitiv formasına keçir. Ona görə doğru cavab A variantıdır. 97-ci testdə Has your brother been in London? Is your brother in London? Bizdən düzgün variant istənilir 97-ci testdə. Və burada yanlış olan sözünü ilə bağlıdır. Çünki sənin qardaşın Londona gedib və yaxud da Londonda olub deyəndə biz burada to sözündən istifadə edirik. Has your brother been to London və yaxud da has your brother gone to London olmalıydı. B variantı doğrudur. Is your brother in London? Yəni Londondadır kimi tərcümə edirik. Amma gedib orada olub mənasında to sözünü istifadə olunur. C variantında does been olmaz. Ona görə yanlışdır. D variantında has var, amma feilin özü yoxdur. E variantında isə yenə də was verilibdir, amma feilin özü yoxdur. Və daha doğrusu, məsələn, B variantını keçmiş zamanı kimi E variantını götürsək, o zaman da to yox, in sözünü olmalıydı. Yəni, problem burada söz önündədir. 98-ci testlə davam edəcəyik. Burada bizdən düzgün cümlə istənilir. A variantında did varsa feil birinci formada istifadə olunmalıdır. To you from the door. Was he throwing the key? Burada keçmiş davam edici zaman verilibdir B variantında. Amma davam edici zamanda ing feilin birinci formasına əlavə olunur da, keçmiş formasına yox. Sonra C variantı doğru cavabdır. D variantında yenə də throw yox, o hərfi ilə olmalıydı, ona görə yanlışdır. E variantında isə has thrown olmalıydı. O, W, N bu formada. Feilin düzgün forması verilməyibdir. Və 100-cü testə baxanda əvvəlcə feilin düzgün formasına baxmalıyıq. Feilin özü lay the table. Bu formadadır. Lay the table. Süfrə açmaq mənasında və keçmiş zamanda didlə sual verir. Ona görə B variantı doğru cavabdır. Did your sister lay? Burada günəşdə uzanmaq deyirsə də uzanmaq feili lazımdır bizə. Burada qoymaq feili verilibdir. Ona görə yanlışdır. C variantında yenə uzanmaq feilinin ing forması verilibdir. D variantında isə bizə əksinə, bax bu C variantındakı lying forması lazım idi, günəşdə uzanmaq. E variantında isə süfrə açmaq deyəndə bu uzanmaq feilinin üçüncü formasıdır bizə. Bu lazım idi, led feili lazım idi. Ümumiyyətlə feilləri bilirsiniz də, burada təzədən bir də yazaq. Bu uzanmaq və yerləşmək deməkdir, özündən sonra tamamlıq almır. Biri də var ki, lay. Bu isə qoymaq deməkdir, özündən sonra tamamlıq alır. Süfrə açmaq da, bax, bu ikinci feilə aiddir. Davam edəcək 101-ci testlə. 101-ci testə gəldikdə cavabımız olacaq E variantı. A variantı ona görə yanlışdır ki, have got-un sualı didlə verilmir, have-in özü ilə verilir. Did you have, did ki mübtədadan əvvələ keçməlidir. Did you have get yox, did you have a pen olardı və yaxud da get olardı, have get, have got-un sualı didlə düzəlmir. D variantında does varsa have olmalıydı. E variantında did var, have B infinitiv formasında yazılıbdır deyə doğrudur. 102-ci testdə A variantı doğru cavabdır. Have to-nun sualı inkarı do ilə verilir. Had suala çevrilərkən özü keçə bilməz, diddən istifadə eləmək lazımdır. C variantında has had to, have to-nun bitmiş zaman formasıdır. Has had to. Və bu zaman bitmiş zamandırsa have-in özündən istifadə eləmək lazımdır. İkinci tərəfdə doesn't yox, hasn't olmalıydı.
D variantında do not ayrı aralıqdan mübtədanın əvvələ keçə bilməz. Ya don't you have olacaq qısa formada, ya da do you not have olmalıdır. D variantında isə haven't to özü inkar əmələ gətirmir deyə yanlışdır. 103-cü testdə düzgün interrogative sentence istənilir bizdən. Bir doğrudur, did you bring? 2 yanlışdır, çünki have not ayrı aralıqda mübtədanın əvvələ keçməz. Ya qısa formada keçər, haven't olar, haven't you, ya da have you not olar, bu yanlışdır. Ondan sonra 3-də will you be bring yox, will you, you will bring, will be bringing. Davam edici zaman olsa be lazımdır bizə. Sadə formada be lazım deyil. Və 4də doğrudur, have you brought? Bitmiş zamanı sualı have əvvələ keçib, cavab A variantı olacaq. 104-cü testdə isə D variantı doğru cavabdır. A variantı ona görə yanlışdır ki, does he proud of, be proud of, be proud of, kimlərsə fəxr eləmək. I am proud of, bu formada deyirik to be feili ilə. Ona görə to be ilə düzəlməlidir. Sonra B variantında burada has proud yox, is proud of-dur. Ona görə hasn't yox, ikinci tərəfdə isn't olmalıdır. C variantında təsdiqdirsə, ikinci tərəfdə isn't inkar olmalıdır. E variantında isə sual didlə verilmir. Dediyim kimi to be feilindən istifadə etmək gərəkdir. 105-ci testdə yenə D variantı doğru cavabdır. Çünki pair of-a baxacağıq. Təkdədir this pair of. Ona görə does-la sual vermişik. Was costed olmaz. Yəni, ya to be feilindən istifadə edəcək, nəyinsə qiymətini soruşanda, ya da ki, cost feili sualı do ilə, did ilə düzələcək də, yəni was ilə düzəlməz. Was varsa da burada cost feili olmaz. Ondan sonra do, this pair təkdədir, do olmaz, does olardı. E variantında were varsa da cost feili işlənməz. E variantında does, cost ikisi bir yerdə hələ bir mübtədadan da əvvələ keçibdir, yanlışdır. Yəni, ya deyəcək ki, was this pair of, yəni, baxın, cost feili varsa da does-ın özündən istifadə edəcək. Neçəyədir? Ya da sadəcə to be feilindən istifadə edərik. 106-cı testdə isə D variantı yenə də doğru cavab olacaq. Had better, yox, burada D variantı olmayacaq. Çünki had better'nin biz tag hissəsini, sualın inkarı özündən düzəldirik. Hadn't ki olmalıdır. Baxaq, A variantında didlə düzəlibdir, yanlışdır. He had better put a plaster on this cut, hadn't he? B variantı doğru cavabdır. C variantında yenə də didlə düzəlməz. D variantında didn't olmaz, E variantında didn't olmaz. Had better'nin sualını, inkarını, tək hissəsini had'in özü ilə düzəldəcək, özündən düzəlir. Had better not, ya da ikinci tərəfdə tagdə hadn't olaraq. Bəzən olur ki, testlərdə cavab yanlış verilə bilir. Siz düzgün formada öyrənməlisiniz. 107-ci sualda isə C variantı doğru cavabdır. Həvli birləşmələrin sualı inkarı do feilindən düzəlir. Ona görə burada da doesn't he olaraq verilibdir. Təsdiqli inkar olubdur. Dediyim kimi, özü sual düzəldə bilmir. A variantı yanlışdır. Does varsa burada have çevrilməli idi, yanlışdır. Has burada özü sual düzəldibdir, yanlışdır. He doesn't have a shower, ikinci tərəfdə də does he olmalıydı. 108-ci testdə cavab D variantıdır, düzgün forma. Have to modal feili, sual inkarı dillə düzələcək keçmiş zamanda. A variantında had to verilib, ikinci tərəfdə had'in özü ilə inkar verilib. Olmaz, didn't olmalıydı. B variantında yenə had özü sual düzəldibdir. C variantında had the Peter work the whole week. Yenə də had work nə deməkdir? Burada had'in heç bir mənası yoxdur. E variantında isə dedik ki, sual didlə düzəlir, amma has to olmaz da, feil birinci formada have to lazımdır bizə. Ona görə yanlışdır. Bircə dəqiqə ekranı təmizləyək. Keçdik 109-cu testə. 109-cu testdə isə müəllimlər yenə də düzgün forma istənilir bizdən. Cavabımız D variantı olacaq. It is not possible. İkinci tərəfdə də is it verilibdir. İnkarda təsdiq verilibdir. A variantında have to, will varsa will'in özündən istifadə edəcək. Will, won't da olmalıydı. B variantında hasn't got, ikinci tərəfdə has got he yox, sadəcə has he olmalıydı. C variantında won't, will not deməkdir. Burada would yox, will olmalıydı.
Ona görə yanlışdır. E variantında hardly inkarlıq əmələ gətirdi. İkinci tərəfdə doesn't yox, təsdiq olmalıydı, does şey olmalıydı. Və 110-cu testdə isə bir də no longer inkarlıq əmələ gətirir. İkinci tərəf təsdiq olacaq. Keçmiş zamanda deyə diddən istifadə eləmişik. İnkarlıq var deyə təsdiq götürmüşük. Ona görə bu doğrudur. 2-də is learning deyirsə, ikinci tərəfdə isn't şey olmalıdır. 3-də indiki zaman feildirsə, doesn't olmalıydı, didn't yox. They told me, told time by the sun. Told keçmiş zamanda təsdiqdir, didn't say verilibdir. 4 doğrudur, cavab E variantı olacaq. 5-də isə keçmiş zamanda thanked, amma indiki zamanda don't verilib, ona görə yanlışdır. 111-ci testdə birinci tərəf. Baxın, əgər baş budaq cümləni tapmaq lazımdır tag question götürmək üçün, if-dən sonra gələn budaq cümlədir, biz baş cümləyə baxacağıq. Will called gələcək zamandır və təsdiqdədir. Deməli, biz ikinci tərəfdə teacher-də üçüncü şəxsin təqidir, ikinci tərəfdə won't he götürməliyik, cavab B variantı olacaq. İnkarda və üçüncü şəxsin təkində. 112-ci testdə they will go, yenə də təsdiqdə as soon as-dən sonra gələn budaq cümlədə işimiz yoxdur, baş cümləyə baxacağıq. They will go, won't they təsdiqdir, inkar verdik. They də elə olduğu kimi qaldı. 113-cü testdə isə if-dən sonra gələn cümləyə baxmırıq, çünki budaq cümlədir. They won't be able to verilibdir. Burada inkardır deyə təsdiq götürəcək, olacaq will they C variantı. Sonra keçdik 114. Aha, 114-cü testdə need özü əgər inkar düzəldibdirsə də, deməli modal feildir. İnkarda ikinci tərəfdə təsdiq olacaq need you A variantı. 115-ci testdə has lost verilibdir. Has lostdursa təsdiqdir. İkinci tərəfdə inkar olacaq. Hasn't she olmalıdır. Cavab D variantıdır. 116-cı testdə has never been inkardır, hasdir. İkinci tərəfdə təsdiq olmalıdır. Has, my sister'də she ilə əvəz olunur. Has she A variantı. %117-ci testə baxsaq əgər, the old yaşlılar deməkdir. Biz bunu cəmlə əvəz eləməliyik Z ilə. Need your help. Needdən sonra isim gəlibsə, deməli əsas feildir. Əsas feil kimi needin sualı inkarı do ilə düzələcək. Təsdiqdir, inkar olacaq. Ona görə don't say cavab B variantıdır. Bağışlayın, C variantıdır. B yox, B buradadır. 112-ci testdə, 118-ci testdə isə we need a lot of time. Yenə də deməli isim gəlibdirsə, deməli əsas feildir. İndiki zamandadır, təsdiqdədir. Deməli olacaq ikinci tərəf inkarda, indiki zamanda don't we. 119-cu testdə isə chose the cheapest hotel keçmiş zamandadır. Çünki indiki zaman olsa 2 dənə o olardı. Keçmiş zamandadır, təsdiqdədir. Deməli didn't say olacaq, inkar verəcəyik. 120-ci testdə isə has just arrived. Has var, təsdiqdədir. İkinci tərəf olacaq hasn't she. My sister qadın cinsi olduğuna görə hasn't she olaraq biz onu istifadə eləyəcəyik. Sonra 121-ci testdə the police cəmdədir. Will be. If-dən sonra baxmayacaq, çünki bu dax cümlədir. Baş cümləyə baxmaq lazımdır. Olacaq won't they. O da A variantındadır. He will be glad. Will gələcək zamandır və təsdiqdir. İkinci tərəfdə won't he olmalıdır ki, o da C variantındadır. Bu dax cümləndən işiniz yoxdur. Baş cümləyə əsasən götürülməlidir tag hissə. Gəldik 123-cü suala. 123-cü sualda hardly var, inkarlıq yaradır. Deməli, ikinci tərəf təsdiq götürməliyik. İndiki zamandadır. Deməli, does he olacaq A variantı. İndiki sədə zaman sual inkarı çünki does'la düzəlir. 124-cü testdə isə he works hard, çox çalışır. İndiki zamandadır, təsdiqdədir. İkinci tərəfdə biz inkar götürməliyik. Doesn't he olacaq B variantı. 125-ci testdə will varsa da will'in özündən istifadə edəcək. Təsdiq cümlədir, won't olacaq you ilə. Won't you A variantı.
126-ya gəldik. 126-cı testdə neçə dənəsi doğrudur deyir. Neçə dənəsi doğrudur. Gəlin baxaq. Cost burada hansı zamandadır? Buna baxmaq lazımdır. Cost bilirsiniz ki, üçün şəxsin təkində sonuna s əlavə olunur. Belə əgər mübtədamız cəmdirsə, bu həm indiki zaman, həm keçmiş zaman olaraq düşünülə bilər. Və təsdiq olduğuna görə ikinci tərəfdə inkar götürməliyəm. Bir dəfə don't say götürəcəm, bir dəfə didn't say götürəcəm. Ona görə 2 dənə cavab olacaq düzgün B variantı. Sonra 127-ci testdə isə I have'dir bu, indiki bitmiş zaman. Bura diqqət eləmək lazımdır. Biri var tag question, baxın müəllimlər, vergüllə ayrılır. Bu zaman təsdiqə inkar, inkara təsdiq götürürük. Amma alt-alta dialoq şəklində verilibdirsə də bu tag question deyil. Burada təsdiqə təsdiq, inkara inkar götürmək lazımdır. Təsdiqdirsə, təsdiq də verməliyəm. Have-dir, have-dən istifadə edəcəm. Ona görə doğru cavab B variantı olacaq. Have you? 128-ci testdə she has passed, yenə də has-dir. Has-dirsə də əgər təsdiq olaraq da saxlayacağım, E variantını götürəcəm. Has she? Bunlar tag questionlar artıq deyirlər. Və 129-cu testdə yenə də has had to, indiki bitmiş zamandır. Has-in özündən istifadə etmək lazımdır. Təsdiqdirsə təsdiq olacaq. Olacaq has he. 130-cu testdə keçmiş zamandadır. When-dən sonranı çıxırıq. Çünki bu da cümlədir. Biz baş cümləyə baxmaq lazımdır. He found me keçmiş zamanda təsdiqdir. Deməli, təsdiqdən də istifadə edəcəm. Did he olaraq verəcəm. Tag question'dan fərqli olaraq burada təsdiqə təsdiq, inkara inkar lazımdır. Eyni qaydada davam edirik 131-ci testlə. 131-ci testdə A variantı olacaq. Çünki indiki bitmiş zamandır. Həzin özündən istifadə edəcək köməkçi feil kimi təsdiqdir. Təsdiq olaraq da qaydaş vermək lazımdır. 132-ci testdə had to verilib. Had to'nun sualı, inkarı didlə düzəlir. Və dialoq şəklində olduğuna görə də təsdiqdirsə təsdiq verməliyəm. Olacaq did she. Cavab A variantı. Yox, bağışlayın, mən səhv izah elədim. Çünki burada had to deyil, burada apostrof s də var. Has had to'dur. Burada has had to. Diqqət eləmədim. Has had to olduğuna görə has'in özündən istifadə edəcəyik. İndiki bitmiş zaman kimi köməkçi feildən. Burada da təsdiqdirsə təsdiq olacaq. Has she olacaq. Cavab B variantı olar. 133-cü testlə davam edəcək. Burada yenə də görürsünüz ki, has-in qısaldılmış formasıdır. Hasn't. Təsdiqdən istifadə edəcək. Olacaq has he. 134-cü testdə yenə də has'dir. Has been graded. Təsdiqdirsə təsdiq istifadə eləməliyik. Has he olacaq. C variantı. 135-ci testdə came keçmiş zamandır. While'dan sonra baxmışsınız. Çünki bu budaq cümlədir. Baş cümləyə əsasən götürməlisiniz. Came keçmiş zamandadır. Deməli, diddən istifadə edəcəksiniz. Dialoq şəklində olduğuna görə təsdiqə təsdiq verirsiniz. Did he olur. Və 136-cı testə baxırıq. 136-cı testdə has stopped. Yenə də 2 dənə devs var, dialoq şəklində düşünəcəksiniz. Təsdiqdirsə, təsdiq götürəcəksiniz. Has it olacaq A variantı. 137-ci testdə has accepted. Yenə də has'dir, dialoq şəklindədir və has'in özündən istifadə eləməliyik. Sadəcə cousin həm kişi, həm qadın cinsi olduğuna görə, ola bildiyinə görə bir dəfə has he, bir dəfə has she götürərik. Cavab A variantı olar. 138-ci testdə isə your friend has been sitting, yenə də has'dir. Friend həm kişi, həm qadın cinsi ola bildiyinə görə bir dəfə has he, bir dəfə has she götürərəm. 2 ilə 3 B variantı doğru cavab olacaq. Və 139-cu sual. Deməli, 139-cu sualda cavab what is your sister like? Burada
What be like? Be like necədir? Xasiyyəti necədir? Necə insandır? Bu mənada istifadə olunur. What is your sister like? Necə insandır? What your sister like olmaz çünki köməkçi feil yoxdur burada. Bu arada B variantı doğru cavab olacaq. Does not ikisi bir yerdə mübtədən əvvələ keçməz. Ya doesn't olar, ya da does your sister not olar. What cümlə suala çevrilməyib, yəni köməkçi feil sənin bacın nə xoşlayır deyəndə what does your sister like olmalıydı. E variantında isə like feili davam edici zamanda işləmir. Bir dənə B variantıdır. Burada da ona görə to be feilinə sual vermişik ki, be like ki, bənzəmək. Yəni xaraktercə necə biri olmaq. What is your sister like? Bu mənada istifadə olunur. 140-cı sualda isə who mübtədəyə sual vermişik. Mübtədəyə sual veririksə əgər, yəni bu musiqini kim bəstələyibdir? Mübtədəyə sual verəndə biz köməkçi feili mübtədən əvvələ gətirmirik. Sual sözünü mübtədanın yerinə yazırıq, ardıca nəqli cümlədə olduğu kimi söz sırası davam edir. Xəbər gəlir, tamamlıq gəlir və s. Ona görə C variantı doğru cavabdır. Who composed this music? Burada həz əvvələ keçib, did əvvələ keçib, burada da, burada da. 141-ci testdə isə biraz daha aşağı gedək. Hə, 141-ci testdə isə where. Sual sözü, əgər mübtəda ya da mübtədanın təyininə sual vermiriksə, digər cümlə üzvlərinə sual verərkən sual sözü yazılır, ardıca cümlə ümumi suala çevrilir. Yəni cümlədə köməkçi feil mübtədadan əvvələ keçməlidir. A variantında parents cəmdədir. Bilirsiniz ki, cümlənin xəbər apostrof S-dən sonraki isim uzlaşır, amma does verilib. Ona görə bu yanlışdır. B variantında ümumiyyətlə köməkçi feil mübtədanın əvvələ keçməyibdir. C variantında work feilinə were-lə sual verilməz. Ya working olardı, ya da ki did olardı. Ondan sonra bax D variantı görürsünüz doğru cavabdır. Ümumi suala çevrilibdir. E variantında düzgün olardı, amma did work olsaydı, didlə worked feilin sonunda idi gəlməz. 142-ci testdə əgər kollecdə instruktordur deyirsə də, deməli dayının peşəsini soruşur. Peşə soruşanda isə biz what sualını veririk. What's your uncle? Dayın nəçidir, yəni nə işləyir? These dates would you prefer for traveling? Hə, bu tarixlərdən onlar hansını tərcih edirsiniz də səyahət üçün hansını, bu tarixlərdən hansıları siz tərcih edirsiniz? Which of these dates olar? Which of these dates? Hansıları? Bunlardan hansıları? %144-cü testdə for verilibsə, sözünü varsa ya what for olacaq, ya who for olacaq. Kim üçün, nə üçün? Düzdürmü? Burada da olacaq what for, nə üçün gəlibdir. Bunun yerinə ya sadəcə why verərik, niyə? Ya da what for verərik, ona görə variantı doğrudur. 145-ci testdə də hər ikisinə götürə biləcəyimiz A variantıdır. Birincidə mübtədanın sualıdır. Who looked after, kim baxdı. İkincidə isə o kimə baxdı, kimə, tamamlığın sualıdır. 146-cı testdə isə bizə indiki bitmiş zamanla verilə biləcək bir sual lazımdır. How long, bir də since when götürərik. Ago varsa da, when varsa da, what time varsa da keçmiş sadə zamanla sual vermək lazımdır. How often da yenə də tezlik zərfidir. Now feilindən işləməz. Yəni neçə dəfə onu tanıyırsan, yox. Məsələn, neçə də how often-a cavab olaraq həftədə 5 dəfə, gündə 3 dəfə və s. kimi cavab verilir ki, bu da düzgün deyil. Ona görə 1-lə 2 A variantını doğru cavab kimi götürəcəyik. 147-ci testlə davam edirik. Neçə variant doğrudur deyə soruşur. Did you arrive? Sən çatmısan. Nə götürə bilərik keçmiş zamandan? When did you arrive? Sən nə vaxt çatmısan? Where did you arrive? Sən haraya çatmısan? Bu ikisini dəqiq götürə bilərik. Which, hansı çatmısan? Yox. What, nə çatmısan? How, since when? Since when üstə gəl, indiki bitmiş zaman olur. Bunu götürməyəcək. Which mənaca uyğun deyil. What mənaca uyğun deyil. How götürə bilərik. Necə gəlib çatmısan? Cavab 3-dən olacaq. 148-ci testdə isə indiki bitmiş zamanını görürsünüz. Bu maşın nə qədər, bu cihaz nə qədər vaxtdır ki istifadə olunur.
Since when götürə bilərik, nə vaxtdan bəri istifadə olunur dedik. What time'dır, ago'dur, how long ago. Bunlar keçmiş sadə zaman tələb edir. When keçmiş sadə zaman tələb edir. How long götürə bilərik, nə qədər müddətdir. Since when götürə bilərik, nə vaxtdan bəri istifadə olunur və bir də why, niyə istifadə olunmur daha doğrusu. Bu maşın nə vaxtdan bəri istifadə olunmur, nə qədər vaxtdır ki istifadə olunmur və yaxud da niyə istifadə olunmur. Yenə də 1, 2, 5, 3 dənə götürəcək, cavab C variantı olacaq. 149-cu testdə 2 days ago, 2 gün əvvəl deyə cavab veribdir. 2 gün əvvəl deyə cavab gəlibdirsə, deməli mən nə vaxt deyə sual vermişəm ki, bunlar da mənə 2 gün əvvəl deyiblər də. When did you meet your friend? Nə vaxt görmüsən? O da deyir ki, 2 gün əvvəl. A variantı götürə bilməsi, çünki A variantı tezliyini soruşur. Nə qədər müddətlə görüşürdün? Həftədə 2 dəfə görüşürdüm, gündə 3 dəfə görüşürdüm və s. B variantı yanlışdır, çünki V'dən sonra indiki bitmiş zaman gəlməz. C variantında what time-dan sonra indiki bitmiş zaman gəlməz. E variantında how long ago, düzdür, keçmiş zamanla sual verilir. Amma diqqətli olun. How long ago, nə qədər vaxt əvvəl görüşmüsən? Məsələn, 3 gün əvvəl, 5 gün əvvəl, 3 il əvvəl deyə bilərəm. Bizə lazımdır when. 150-ci testdə isə for 2 days, 2 gündür ki deyir, 2 gündür ki. Deyəcəm, yəni nə qədər vaxtdır, nə qədər müddətdir? B variantı doğru cavab olacaq. How long, nə qədər müddətdir görüşmüşsən qardaşınla? 2 gündür ki. A variantında when-dən sonra indiki bitmiş zaman gəlməz. C variantında tezlik soruşur. Həftədə 2 dəfə, gündə 3 dəfə və s. Since when indiki bitmiş zamanla işlənir. Amma since when nə vaxtdan bəri deməkdir. Nə vaxtdan bəri görüşmüşsən? 2 gündür ki, yox. Məsələn, deyərdim ki, onu sonuncu dəfə görəndən bəri, keçən həftədən bəri və s. bu tipdə cavab gəlməli idi. How long ago da keçmiş sadə zaman tələb edir, indiki bitmiş zamandan işlənməz. Davam edirik 151-ci testlə. 151-cidə Jane did, Jane etdi deyir. Deməli, mən nə soruşacağam? Kim? Kim sualı verməliyəm. Və həmçinin də elə bir feil seçməliyəm ki, mən orada sual inkarı didlə verə bilim. Baxıram, who had to leave the city, had to-ya didlə verə bilirəm və Jane-i də who ilə. Who had to leave the city? Kim şəhərdən getməlidir? Jane. B variantı götürə bilməm, çünki need didlə yox, dazla verilərdi. C variantı needed keçmiş zamandır, okey, amma özündən sonra əsas feil kimi feili to ilə almalıdır. D variantında who need leave, need burada özündən sonra B infinitiv alıbsa modal feildir. Modal feil kimi də needin özündən istifadə eləmək lazım idi. E variantında isə didin işi yoxdur. Çünki biz əgər mübtədəyə sual veririksə, ardıca birbaşa xəbər gəlməlidir. Yəni köməkçi feil gəlməməlidir. Who had to olmalıydı. Ona görə cavabımız A variantıdır. 152-ci testdə isə E variantı olacaq. Mübtədəyə sual veririk. Mübtədənin sualı yazılır. Ardıca xəbər. Keçmiş zamanda olduğuna görə də didlə verilibdir. Məsələn, A variantında indiki zamanda deyə götürmürük. B variantında mübtədəyə sual verəndə köməkçi feildən istifadə eləmirik. C variantında whom did they feed? My mother. Onlar kimi yemlədilər? Mənim anam elədi. Yox, burada görürsünüz ki, mənim anam etdi deyir. Yəni mübtədəyə cavab vermişik. Burada isə tamamlıq soruşulubdur deyə götürə bilmirik. D variantı da yenə indiki sadə zamanda deyə biz onu istifadə edə bilmərik. Keçdik 153-ə. 153-cü testdə isə in 2 hours, 2 saat içində. Biz bilirik ki, inlə olanlar, indən sonra əgər period of time gəlirsə, bizi gələcək zamandan söhbət gedir. Olacaq B variantı. When will they arrive? Onlar nə vaxt çatacaqlar? 2 saat içərisində. İndən sonra konkret zaman gələndə keçmiş zaman bildirir. Məsələn, in 1994. Amma indən sonra period of time gəlirsə, 2 saat içərisində gələcək zaman bildirir. How much nə qədər deməkdir? Qiyməti nə qədərdir? 2 saat içində olmaz. What for nə üçün gəliblər? In 2 hours olmaz. How often tezlik zərfidir, neçə dəfə deyə soruşur və ya da yer soruşur, yəni heç birinə in 2 hours olaraq cavab verə bilmərik. 154-cü testə gələndə isə once a week, baxın, once a week, həftədə bir dəfə deyir. Mən buna when olaraq sual verə bilmərəm. Nə vaxt onlar futbol oynayırlar? Həftədə bir dəfə, yox. Nə vaxt oynadılar deyirəmsə, nə vaxt oynayırlar deyirəmsə, məsələn, deyirəm, keçən həftə oynadılar və s. How often götürə bilərəm. How often. Nə qədər tezlikdə? Həftədə bir dəfə. Və yaxud da how many times a week? Həftədə neçə dəfə?
Həftədə bir dəfə. Bu ikisi uyğun gəlir. How much time nə qədər vaxt oynayırlar? 3 saat, 5 saat. What time-la when bir-birinə bərabər nə vaxt oynadılar? Dünən oynadılar məsələn. How long-da nə qədər uzunluqda, yəni nə qədər müddətdir ki, oynayıblar ya da oynamayıblar, bitmiş zamandan istifadə etmək gərəkdir. Burada how often, how many times olacaq 2 dənə B variantı. 155-ci testdə only one sual vermək lazımdır. I have only one pen. Yalnız bir dənə qələmim var. Soruşacağım ki, neçə dənə qələmim var? Birincisi, neçə dənə deyəndə how many deyəcəm. İkincisi, əgər mən how many deyirəmsə, many-dən sonra pen cəmlənməlidir. C variantı olacaq. How many pens sual sözünü yazdım. Daha sonra cümlə ümumi suala çevrilməlidir. İndiki sadə zamanda olduğuna görə do ilə sual verdim. 156-cı testdə, bax, A variantında pen təkdədir deyə yanlışdır. Ondan sonra heç burada have-in özündən də sual verilməz, o da yanlışdır. B-də yenə have-in özündən sual verilibdir, yanlışdır. Həm də ki, bizə nə var soruşmur, neçə dənə qələm var soruşur. Biz əgər təyinə sual veririksə, təyinin sualını yazıb yanındakı isimlə bir yerdə əvvələ gətirməliyik. Ona görə digər variantlar yanlışdır. Sonra 156-cı testdə A sözünə sual vermək lazımdır. Bizim uşaqlar olacaq kimin uşaqları? Kimin deyəndə whose lazımdır. Whose children yazdıq, əla. Biz dedik ki, mübtədanın təyininə sual veririksə, sual sözü yazılır və cümlə nəqli cümlədə olduğu kimi davam eləməlidir. Ona görə D variantıdır. Yəni, köməkçi feildən istifadə eləməyəcəyik. Məsələn, 155-dəki kimi başqa bir nitq hissəsinin əgər təyinə sual veririksə, cümlə ümumi suala çevrilir. Amma mübtədanın yanındakı təyinə sual veririksə, o zaman cümlə ümumi suala çevrilmir. 157-ci testdə mübtədəyə sual vermişik biz. Mübtədəyə sual verəndə mübtədanı götürürük, yerinə sual sözünü yazırıq. Köməkçi feil bizə lazım deyil. Sual düzəltmək üçün və burada inkarlıq olduğuna görə A variantında inkarlıq saxlanılmayıbdır. C variantında inkarlıq saxlanılmayıbdır. E variantında did-lə so eyni yerdə işləməz. Cavab D variantı olacaq. Who didn't see? Nobody-ni mübtədanı who ilə sual vermişik, inkarı isə gətirmişik feilin yanına. Və 158-ci testdə isə some teenagers yenə mübtədəyə sual verir. Mübtədəyə sual verəndə mübtədanı atırıq, yerinə sual sözünü yazırıq. Bu qədər sadədir. Who yazdıq, cavab B variantı oldu. Deyəcəksiniz, niyə A variantı olmadı? Çünki biz who don't deyə bilmərik. Who-dan sonra doesn't olmalıdır. What-dan sonra doesn't olmalıdır. Bircə halda cəm xəbər gələ bilər ki, xəbərin alt hissəsində cəm isim olsun. Məsələn, who are the children bu formada. Who are, are-dan sonra children cəmdə olsun. Mən bilim ki, yəni cəm isimdən söhbət gedir. Amma belə normalda sual verəndə xəbəri təkə almaq gərəkdir. %59-cu testdə yenə də baxıram ki, mübtədanın təyininə biz sual veririk. Dedik, mübtədanın təyininə sual veririksə də, sual sözü ilə bir yerdə həmin mübtədada yazılacaq. Elotopa how many ilə sual verəcəm və how many students. Daha sonra normal cümlə olaraq davam edəcək. Study at Casper. Cavab A variantıdır. Ümumi suala çevrilməz. Mübtədanın təyininə sual veririksə də ümumi suala çevrilməz. Köməkçi feildən istifadə eləmərik. 160-cı testdə isə my children mübtədəyə sual vermişik. Mübtədəyə sual verəndə mübtədanın sualı yazılır və ardıca nəqli cümlədə olduğu kimi xəbər tamamlıq olaraq davam edirik. Who-nu yazdıq və əlbəttə ki, who-dursa xəbər təkdə olmalıdır. Cavab E variantı olacaq. Who has olacaq. %61-ci testə baxırıq. Kate wanted him to borrow a book. Kate ondan kitabı gətirməyini istədi. Deyəcəm ki, Kate ondan nə istədi? Nəyi istədi? Düzdür? Kimi istədi deməyəcəm. Who olmaz. Və yaxud da buradan him to borrow a book. Sual verəcək ki, kitabı götürməyini istədi. Mən də soruşacağım ki, Kate nə istədi?
Nəyi istədi? Nəyi sualını verəcəm. Ardıca cümləni ümumi suala çevirəcəm. Wanted keçmiş zamanda olduğuna görə didlə sual verdim. Mübtədadan əvvələ keçdi. Doğru cavab B variantı olacaq. A variantı niyə olmur? Çünki what Kate wanted. What əvvələ gəlibdi, amma cümlə ümumi suala çevrilməyibdi. C variantında what book deyir. Hansı kitabı istədi? Burada hansı kitabdan söhbət getmir. Hər hansı bir kitabdan söhbət gedir. D variantında yenə də hansı kitabı deyir, ona görə bunları götürə bilmirik. What did Kate want? Kate nə istədi? Kate ondan kitabı götürməyini istədi. 162 ilə davam edəcək. 162-də yenə də altından xətt çəkilmiş today sözünə sual vermək lazımdır. Əlbəttə ki, today sözünə sualı biz when ilə verərik. How long verə bilmərik. Çünki how long hərəkətin davam elədiyi periodu bildirir. 3 ildir ki, 5 ildir ki və s. When verə bilərik. How often tezlik bildirir. Bunu da verə bilməyəcək. Və when-dən sonra indiki bitmiş zaman gəlməz deyə C variantını da çıxacaq. Və keçmiş zamanın məchul növündə beyin istifadə olunmur deyə B variantını da çıxarıq. Cavabımız elə E variantı qalar. Və inkarlıq da sual sözünü yazdıq, when. Sonra cümlə ümumi suala çevrildi. Öz keçdi mübtədadan əvvələ. Deyəcəksiniz, axı cümlə indiki bitmiş zamandadır. Biz onu niyə keçmiş zamana çevirdik? Təkrar deyirəm ki, when-dən sonra indiki bitmiş zaman gəlməz. Məsələn, bizə when-lə sual verilibdir. Məktub, bu məktublardan heç biri nə vaxt cavablandırılmayıbdı? Cavablandırılmayıb olur da, hə. Mən buna cavab verirəm ki, bugün heç biri cavablandırmayıbdı, dünən heç biri cavablandırılmayıbdı, 3 il əvvəl heç biri cavablandırılmayıbdı. Yəni, burada artıq mən bugünlə cavab verəcəmsə, əlbəttə ki, verdiyim cümlə indiki bitmiş zamanda olacaq. Sualı soruşan keçmiş zamanda soruşacaq ki, nə vaxt cavablandırılmayıb? Amma mən bugün cavablandırılmayıb deyirəmsə, bugünə görə indiki bitmiş zaman götürəcəm. Ona görə burada zaman dəyişikliyinə mütləq diqqət eləmək lazımdır. Əgər siz zaman bildirən sözə sual verirsinizsə when-dən, ardınca cümləni keçmiş sadə zamana çevirməlisiniz. Gəldik 163-cü suala. 163-cü sualda isə choose the cheapest dish. Deməli, tamamlıqdır. Tamamlığın təyininə sual vermişik burada. Tamamlığın təyininə sual verərkən nə edirik? Sual sözünü yazırıq. Yanındakı isimlə bir yerdə gətiririk cümlənin əvvəlinə. Sonra cümləni ümumi suala çeviririk. Keçmiş zamandadırsa did keçəcək the Browns'dan əvvələ. Və buna uyğun olaraq da cavab A variantı olacaq. İsm yanındakı təyinin sualı ilə bir yerdə əvvəldə yazıldı və biz cümləni ümumi suala çevirdik. Sonra, what kind of dish do olmaz çünki cümlə keçmiş zamandadır. Did varsa da fe'l birinci formaya çevrilməlidir. Burada keçmiş zamanda verilibdir. What dish sözü yazılmayıbdır. What kind of dish cümlə ümumi suala çevrilməyibdir. Did olmalıydı burada. 164-cü sualda for 2 hours, 2 saatdir ki, soruşacağım nə qədər vaxtdır ki, 2 saatdir ki, nə qədər müddətdir ki, biz bunu how long-la veririk, when-lə verməyəcək. Əlbəttə ki, since when nə vaxtdan bəri deməkdir, məsələn, dünəndən bəri və s. Ona görə də uyğun gəlmir. Həm də ki, heç burada görürsünüz, məchul da verilməyibdir, ona görə anı götürə bilmirik. How long ago götürməyəcək, çünki bizə keçmiş zaman lazım deyil. Sadəcə how long-un özü lazımdır. Nə qədər vaxtdır ki və indiki bitmiş zamanda da have keçibdir mübtədadan əvvələ. Cavabımız olubdur E variantı, məchulluq da saxlanılıb burada. 165-də isə C-nin təklifi deyəcəm. Kimin təklifini onlar qəbul ediblər? Kimin? Whose olacaq. Whose proposal cümlə keçmiş zamanda olduğuna görə didlə də suala çevirmək lazımdır. Did they accept B variantı olacaq. Burada whose proposal olanda cümlə ümumi suala çevrilməyibdir. Burada da whose əlbəttə ki, təyin elədiyi ismin yanında gəlməlidir. Did ortaya giribdir deyə götürə bilmirik o cavabları. Gəldi 166. 166-da yenə his son, onun oğlu deyəcəm. Kimin oğlu? Whose son deyəcəm. Amma ki, cümlənin mübtədanın təyini olduğuna görə cümlə normal qaydada davam edəcək. Köməkçi fe'ldən istifadə eləməyəcək. Whose son improved olacaq. Və cavab da uyğun gəlir B variantına. Yəni, köməkçi fe'ldən filan istifadə eləməməliyik. Və 167-ci testdə isə because of the weather hava səbəbindən təxirə salınıbdır. Deyəcəm niyə? Ya deyəcəm nə üçün?
What for? Ya da ki sadəcə why. Və məsələn, C-də what var, for yoxdur. Məsələn, D-də why ilə for bir yerdə işlənməz. Ya what for olacaq, ya da sadəcə why olacaq. Sual sözünü yazandan sonra da cümlə ümumi suala çevrilməlidir. Ümumi sual burada was varsa, was keçməlidir mübtədadan əvvələ. Yəni the flight-dan əvvələ keçməlidir. Ona görə cavab nə olur? 167-də A olar. B-də did they verilibdir. Z ilə əlaqə burada yoxdur heç. E-də isə hansı uçuş deyir. Bu da bizə düzgün deyil. Hansı uçuş yox. Səbəbi soruşmaq lazımdır orada. Və 168-ci testdə never, heç vaxt deyir. Heç vaxt qəbul eləməyiblər. Heç vaxt da sualı biz nə ilə verərik? Əlbəttə ki, tezlik zərfidirsə how often-la verərik. When olmaz, how long olmaz. How often? Always olar, how often-a cavab, never olar, nə bilim, həftədə 3 dəfə, hər gün və s. How often sualı verdik. Sonra cümlə ümumi suala çevrilməlidir. Yəni, köməkçi fe'l mübtədadan əvvələ keçməlidir ki, C-də keçməyibdir. D doğrudur. Niyə biz don't-la verdik? Çünki never'ə sual verəndə bu inkarlığı ata bilmərik. İnkarlığı köməkçi fe'lin yanına gətiririk. Cavab D variantı olur. 169-cu testlə davam edəcəyim. 169-cu testdə deməli, which you gave me, the book which you gave me, sənin mənə verdiyin kitab. Deyəcəm hansı kitab? Hansı kitab sözünün yanında olmalıdır mən sual verərkən. Hansı kitab? Which book? Ona görə sadəcə which olmaz, sadəcə what olmaz. Necə kitab yox. Burada da which verilib sadəcə. Which book is very interesting. Mübtədanın təyininə sual vermişəm deyə ardıcı xəbər olduğu kimi qalıbdır. 170-ci sualda isə mübtədanın özünə sual verirəmsə, mübtədanı götürüb yerinə sual sözünü yazacağım. Yəni, neither of them deyirsə də, mən mübtədaya sual verəndə who sualından istifadə edəcəm. Which of them yox, ha? Onlardan hansı yox? Which of them ümumi işarələrdir. Ona görə mən who ilə sual verməliyəm. Və mübtədaya sual verirəmsə, kömək sual, yəni cümlə ümumi suala çevrilməyəcək. Amma əlbəttə ki, buradakı neither'ın inkarlığı köməkçi fe'lin yanına gəlməlidir. Köməkçi fe'lin yanına gəlməlidir, yəni inkarlıq əmələ gəlməlidir. Həddinə də hadn't olmaz, çünki hərfli birləşmələrin inkarını özü düzəltmir. B-də də inkarlığı itirmişik deyə götürə bilmirik. Cavab D variantı olacaq ki, didn't have ilə. Deyəcəksiniz, axı mübtədəyə sual verəndə köməkçi fe'ldən istifadə eləmirdik. Müəllimlər, mübtədəyə sual verəndə köməkçi fe'ldən belə istifadə eləmirsiniz. Sual düzəltmək üçün istifadə eləmirsiniz. İnkarı vermək üçün, inkar düzəltmək üçün əlbəttə ki, istifadə edə bilərsiniz. %171-ci testdə isə thousands of people, minlərlə insanlar, deyəcəm nə qədər insan. Nə qədər insan mübtədanın təyini olduğuna görə sual sözünü yazacağım, nəqli cümlədə olduğu kimi davam edəcək. How many people, ardıca hər bir şey olduğu kimi qalır, cavab A variantı, inkarlıq filan da yoxdur. Bax, burada ümumi suala çevrilib deyə yanlışdır. Burada təzədən altına xətt çəkilən söz yazılıbdır. Burada yenə də had people-dan əvvələ keçib, did people-dan əvvələ keçib, onların heç biri olmaz. Mübtədəyə və yaxud da mübtədanın təyininə sual verirsinizsə, sadəcə sual sözünü yazıb ardını olduğu kimi davam etdirməlisiniz. Burada yenə də baxın, mübtədəyə sual verilibdir. Deyəcəm kim? Kim deyəcəmsə də cavab da olacaq A variantı. Xəbəri tək verəcəm, çünki who dedim və yerdə qalan hər şeydə olduğu kimi qalıbdır və salam. Daha sonra isə gəldi 173-cü testlə. 173-cü testdə müəllimlər bircə dəqiqə. Yenə də mübtədəyə sual veririk. Mübtədanın sualı yazılır və ardıca hər bir şey doğru qaydasında yazılır. Yəni, köməkçi fe'li falan ehtiyac yoxdur, çünki inkar cümləsi deyil. Sadəcə who yazacağıq, found the robot olacaq, o da D variantına uyğun gəlir. 174-cü testdə yenə də mübtədəyə sual veririk. Mübtədə atılır,
who sual sözü yazılır, amma inkarlıq köməkçi feilin yanına gəlməlidir. İndiki zaman olduğuna görə doesn't olacaq. Who doesn't know olmalıdır. Cavab C variantına uyğun gəlir. Bəli, C. Who doesn't know. 175-ci testdə he has found, o bu həftə 2 dəfə zəng vurubdur. Nə edibdir deyəcəm. Nə edibdir deyəndə what do ilə sual verilməlidir. Cümlə də ümumi suala çevrilməlidir. What'u yazdıq, when yox. What do olmalıdır. İndiki bitmiş zamanda has keçməlidir mübtədadan əvvələ. What has he done? What has he done? Nə edibdir? Feilin əvəzinə do'dan istifadə edirik. What do? Nə edibdir bu həftə 2 dəfə? B variantı doğru cavab olar. Bu indiki bitmiş zaman burada hədə çevrilibdir. Burada what has he done? Has he found? Yox, found feili düşməlidir. Getməlidir. Əvəzinə what'dan nə edib? Nə zəng edib deməyəcəm. Nə edib deməliyəm. Burada yenə də found feili saxlanılıbdır. 176-cı testdə isə mübtədəyə sual verərkən mübtədanı götürürük. Yerinə sual sözünü yazırıq və inkarlıq varsa inkarlıq gəlir bax bu had to'nun yanına. Had to'nu özü inkarlıq düzəlmir. Didlə düzəlirdi. İnkarlığı da didə verəcəyik. Who didn't have to olacaq. Cavab da A variantı olacaq. Mübtədəyə sual verərkən mübtədanı atıb sual sözünü yazırıq. Cümlə təsdiqdirsə normal hər şey olduğu kimi davam edir. İnkardırsa inkarı cümlənin köməkçi feilinin yanına gətirib vermək lazımdır. 177-ci testdə more than an hour, bir saatdan daha çox deyir. Mən nə sual verəcəm? Deyəcəm, nə qədər müddətdə davam edir? Bir saatdan daha çox. Ona görə sadəcə how much yox, when yox, how long olacaq? Nə qədər müddətdir davam edir? Və sual sözünü yazandan sonra da cümləni ümumi suala çevirmək lazımdır. Yəni, köməkçi feil mübtədadan əvvələ keçməlidir. Cavab A variantı olar. 178-ci testdə 178-də cavab nə olar? More than 800 people. More than 800 people. 800-dən çox insan gəlmişdi. Deyəcəm ki, nə qədər insan gəlmişdi? How much əlbəttə ki, olmaz. How many people? Cümlə ümumi suala çevrilməlidir. Keçmiş zamandadır, did olacaq. How many people? Ay, yox, mübtədanın təyinidir bu. Yox, bağışlayın. Mübtədanın təyininə sual veririksə də, sual sözünü yazırıq. Ardıca nəqli cümlədə olduğu kimi davam edir. How many people came to meet? Bu qaydada olacaq. Cavab D variantı. Yəni, mübtədanın təyininə sual vermişik deyə biz burada köməkçi feili mübtədadan əvvələ keçirə bilmirik, keçirmirik. 179-cu testə gəldik. Yenə mübtədəyə sual verirsə, mübtədanı atırıq. Yerinə sual sözünü yazırıq və inkar olub olmadığına baxırıq. No one inkarlıq olduğuna görə biz bu inkarı cümlədə köməkçi feilin yanına gətirməliyik. İndiki sadə zaman olduğuna görə köməkçi feil doesn't-dan istifadə edəcəm. Doesn't varsa feilin sonundakı S də düşəcək. Cavab E variantı olacaq. Who doesn't know? Və 180-də isə yenə mübtədəyə sual veririk. Mübtədanı atırıq. Yerinə sual sözünü yazırıq. Ardıca nəqli cümlədə olduğu kimi davam edir. Sadəcə olaraq who təkdə olduğuna görə biz dəyişib have-i has eləməliyik ki, o da cavab A variantına uyğun gəlir. %181-ci testdə already, artıq çatıblar deyirəm. Artıq çatıblar. Biz buna sualı when-lə verəcəm. Nə vaxt çatıblar? Mən də deyirəm ki, artıq çatıblar. When-lə sual verilməlidir. Əla. When yazdıq. Dedik ki, when-ə indiki bitmiş zamanla sual verə bilmərik. When desə də biz bunu çevirib sualını keçmiş zamanla verməliyik. Təbii ki, didlə vermək lazımdır. Did varsa feilin sonunda ed düşəcək. Cavab E variantı qalacaq. When did the delegates arrive? 182-ci testdə isə 2 saatdan çox, yəni nə qədər müddət deyəcəm. How long? Və sualı da çevriləndə did he wait? How long did he wait for her? Nə qədər gözləyibdir? 2 saatdan daha çox gözlədi. Ona görə cavab A variantı olacaq. Deyəcəksiniz ki, how longla bitmiş zaman
Bu imtahanda da düşmüşdü. How longla əlbəttə ki, keçmiş zamanda verilə bilər, bitmiş zamanda verilə bilər, hətta gələcək zamanda istifadə oluna bilər. 183-cü testdə 2 saatdır ki, yəni 2 saata sona çatdı deyir dərsimiz, yəni 2 saat çəkdi dərsimiz. Biz deyəcəyik ki, nə qədər müddət? Nə qədər müddətə başa çatdı? Ona görə sualımızı how longla verməliyik. Cümlə keçmiş zamanda olduğuna görə əlbəttə keçmiş zamandan istifadə edəcəyik və cümlə ümumi suala çevrilməlidir. Yəni köməkçi fe'l mübtədanın əvvələ keçməlidir. Doğru cavab B variantı olacaq. Sonra 184-cü testi biraz daha aydın görək. Bir dəqiqə. 184-cü testdə isə müəllimlər what is she like? Bayaq demişdik ki, be like, yəni necədir? Xasiyyəti necədir? Necə bir insandır? Bu mənada soruşulur. Cavablara baxıram ki, D variantına uyğun gələcək. Mehriban adamdır. What does she like? Burada isə xoşlamaq feilidir. O nə xoşluyur? Deyəcəm ki, o rəqs etməyi xoşluyur. Məsələn, C variantı uyğun gələr. What would she like? Would you like? Would like, nə istərdin? I would like a cup of coffee. Bir fincan kofe istərdim. B variantına uyğun gələcək. How is she? Necədir? Yaxşıdır. She is very well. Bu da A. Və D, C, B, A. C variantı doğru cavab oldu. 185-ci testdə düzgün sual cümləsini tapmaq lazımdır. Baxırıq burada. How many guests did come olmaz. Əgər mübtədəyə sual veririksə də, yəni neçə dənə qonaq gəlib, o zaman köməkçi fe'ldən istifadə eləmərik. How much guests olmaz. Much olmaz. How many did yenə lazım deyil burada bizə. How many guests were come olmaz. Mübtədanın təyininə sual veririksə, yazılır və ardıca da xəbər gəlir. Ona görə cavab E variantı olacaq. 186-cı testdə isə what did happen yox. What happened olmalıydı. Nə baş verdi? Mübtədə sual verirsə köməkçi fe'l lazım deyil. Why for olmaz. Ona görə bu yanlışdır. What is that word mean? What nədir? Bu sözün mənası nədir? Bu söz nə məna verir? Mean fe'linə biz to be fe'linə yox, məsələn does fe'linə sual verərdik. What does that word mean? Who does live olmaz. Mübtədəyə sual verərkən köməkçi fe'l lazım deyil. Bizə doğru cavab E variantıdır. Be married, evli olmaq. Mübtədəyə sual vermişik və ardıca da xəbər gəlib. Who is married? Aranızda kim evlidir? %187'yə baxacağıq. Burada da E variantı olacaq. Çünki bizdən yanlış istəyir. What newspapers do your son buy? Your son üçün şəxsindəki do yox, does olmalıydı. What kind of car do you have? Doğrudur. What kind of music do they? Doğrudur. Fe'l varsa mütləq, sözönlü fe'l varsa sözönlü işlənməlidir. What kind of books does he read? Siz bilirsiniz ki, köməkçi fe'llər mübtədəyə görə götürülür. Bax, burada mübtədə you'dur, do ilə sual verilib. They'dir, do ilə sual verilib. He'dir, does ilə sual verilib. Yəni, books'a görə götürmüşsünüz. Köməkçi fe'l mübtədədən əvvələ keçir. Mübtədə he'dir. İndiki bitmiş zamanda have got'dur. Have got'un sualda bilirsiniz ki, have keçir mübtədədən əvvəl. Ona görə digər variantların hamısı doğrudur. 188. 188-də yenə də bizdən yanlış olan istənilir. Mən baxıram ki, how many ardıca cəm isim gəlməlidir. How many dishes are there olmalıydı. Ona görə elə yanlış A variantıdır. How many sheep cəmdir. Are there verilib doğrudur. How much time have they got. Burada time'a görə have götürmüşsünüz. Mübtədə they olduğuna görə have verilibdir. How many times a week do they have düzdür. How much are those shoes? Ayaqqabılar neçəyədir? Ya burada how much are those shoes deyəcəksiniz, ya da ki do those shoes cost deyəcəksiniz. Yəni cost fe'li varsa to be fe'lindən istifadə eləməyəcəksiniz. 189-cu testdə isə düzgün variant istənilir. Who does his lessons in the evening? Burada do lesson fe'lin özüdür. Do burada köməkçi fe'l deyil. Do lesson dərsini etmək. Fe'lin xəbərin özüdür. Və who olduğuna görə də xəbəri üçüncü şəxsin təkində does əlavə eləmişik. Who does his lessons dərslərini edir. Yəni buradakı does köməkçi fe'l deyil.
Məsələn, B variantında kimin dərslərini o edir? Burada does köməkçi feili mübtədadan əvvələ keçib, amma əsas feil yoxdur. Does he do olmalıdır. Çünki təkrar deyirəm, feilin özü do lessons. Sonra C-də yenə də does köməkçi feili əvvələ keçib, feilin özü yoxdur. Does he do? Does he do his lessons? Yoxdur. Bax, burada feilin, əsas feilimiz yoxdur. Ona görə bunlar yanlışdır. E variantında isə who does he nə deməkdir ki? Who does he his lessons with? Who with? Kim ilə edir dərslərini? O kim ilə edir dərslərini? He burada mübtədadır. Kim ilə edir? Bu zaman köməkçi feil mübtədanın əvvələ keçib, does keçib mübtədanın əvvələ, amma əsas feil yoxdur. Does he do his lessons olmalıydı. A variantını niyə götürdü? Çünki buradakı does köməkçi feil deyil. Elə feilin özüdür. Mübtədəyə sual vermişik deyə ardıca da xəbər gəlibdir. Cümləni suala çevirməmişik. 190-cı testə gəldik. How much medicine did the doctor prescribe? Nə qədər dərman yazıbdı? Salimiyan isim maçla işlənibdir. Köməkçi feil mübtədadan əvvələ gəlibdir. Hər şey doğrudur. B variantında köməkçi feil mübtədadan əvvələ gəlməlidir. Mübtəda the doctor'dır. Ona görə bu yanlışdır. C-də ümumiyyətlə suala çevrilməyibdir. D variantında will be olmaz. Sadəcə will prescribe olmalıydı. Be-nin işi yoxdur burada. E-də də yenə suala çevrilməyibdir. 191-ci testdə isə what else did the doctor told? Did told olmaz, tell olardı. B-də suala çevrilməyib, köməkçi feil yoxdur. Tell me sözünü lazım deyil burada. What else did the doctor tell you? D variantı doğru cavabdır. What did else olmaz. What else? Başqa nə? Did the doctor tell? Dedi. Did burada what'la else'nin arasına giribdi. E variantı da yanlışdır müəllimlər. 192-ci testə baxdıq. Deməli, burada how many families haven't got mübtədanın təyininə sual verildiyinə görə ardıca xəbər gəlibdir. A variantı doğrudur. How many have families got olmaz. Çünki mübtədanın təyininə sual verəndə köməkçi feil mübtədanın əvvələ keçmir. How many families don't have got? Have got'un inkarı don't-la düzəlmir. Burada da do-nun işi yoxdur. Have got'un çünki sualı have-in özü ilə düzələcək. How many houses have these families got? Burada da have mübtədanın əvvələ keçməliydi. 193-cü testdə isə D variantı doğru cavabdır. What did he know about sports? What idman haqqında o nə bilir? Nə bilir? Did də keçib mübtədadan əvvələ. A variantında what he knew cümlə suala çevrilməyibdir. B variantında did var, feil keçmiş zamanda saxlanılıbdır. C variantında did not yanaşı he-dən əvvələ keçə bilməz. Ya qısa formada keçməlidir, didn't he, ya da did he not know olmalıdır. E variantında isə didn't var, feil yenə də keçmiş zamanda verilibdir deyə yanlışdır. Davam edirik 194-cü testlə. Deməli, burada cavab elə A variantı olar. Sual sözü gəlib, cümlə ümumi suala çevrilibdir. B variantında why for verilibdir, ona görə yanlışdır. C variantında cümlə ümumi suala çevrilibdir. D variantında does var, amma feil birinci formada yazılmayıbdır, həzf verilibdir. E variantında isə what varsa da for olmalıydı da, ya why verərdik, ya da what for verərdik. Yoxdur deyə, bu da yanlışdır. 195-də isə B variantı doğru cavabdır. A variantında cümlə ümumi suala çevrilməyibdir. C variantında since when verirsə, ardıca keçmiş zaman yox, indiki bitmiş zaman olmalıdır. D variantında when'dən sonra indiki bitmiş zaman gəlməz. E variantında indiki bitmiş zaman gəlməz what time'dan sonra. 196-cı testdə A variantı doğru cavabdır. B variantında what ya why verərsiniz, ya da what for verərsiniz. What var, for yoxdur. C variantında da eyni qaydada. D variantında why are you olmalıydı. Köməkçi feil mübtədadan əvvələ keçməlidir. E variantında yenə də what for olmalıdır.
197-ci testdə E variantı doğru cavabdır. Tamamlığa sual vermişik. Köməkçi feil mübtədadan əvvələ keçibdir. A variantında how did you enter olmaz. Did you enter olmalıydı. B variantında cümlə ümumi suala çevrilməyibdir. C variantında who did enter yox. Mübtədəyə sual verirsə köməkçi feil lazım deyil. Who entered olmalıydı. D variantında who did you enter the room? Who with olardı da. Who cümlənin sonunda with kim ilə daxil olmusan. Ya da cümlənin əvvəlində with whom verirlər. İkisi də doğrudur. 198-ci testdə isə B variantı doğru cavabdır. A variantında mübtədəyə sual veririksə də köməkçi feil lazım deyil. Who let you olmalıdır. C variantında who didn't let you to use my pen? Who didn't let you? Let somebody to olmaz. Who does let köməkçi feil lazım deyil. Who don't yox, who doesn't let ya da didn't let olardı. Who üçün şəxsin təkidi, ona görə don't olmaz burada. 199-cu testdə isə B variantı doğru cavab olar. A variantında köməkçi feil mübtədən əvvələ keçməlidir. C variantında why ilə for işlənməz. D variantında aren't you like? Like feilinə aren't-la sual vermərik. Don't olmalıydı. Why do not ikisi ayrı-ayrılıqda mübtədadan əvvələ keçməz. Don't you qısa formada olmalıydı. 200-də yenə B variantı doğru cavabdır. A variantında did varsa feil birinci formaya çevrilməliydi. Burada sent keçmiş zamanda verilibdir. C variantında köməkçi feil mübtədadan əvvələ keçməlidir. D variantında did var, feil birinci forma olmalıdır. E variantında ümumiyyətlə cümlə suala çevrilməyibdir deyə yanlışdır. 201-ci testə baxırıq. Cavab C variantı olacaq. Deməli, nə ilə məşhurdur? Be popular with, be feilindən istifadə olunur. Be üstəgəl adjektiv, ona görə does olmayacaq. With what olmur? With what? Yox, olsa belə, to be feili axı mübtədadan əvvələ keçməyibdir. D variantında what did you didlə sual verilməyəcək. E variantında yenə də köməkçi feil mübtədadan əvvələ keçməyibdir. 202-ci testdə də A variantı doğru cavabdır. B-də yanlış olan odur ki, what you not want olmaz. What do you not olardı ya da don't you olardı. C-də yenə köməkçi feil keçməyibdir əvvələ. D variantında why didn't you want them? Want them to win. To win olmaz. To win olar. E variantında isə why did you want them? Want somebody to infinitiv gəlməlidir. Buna da diqqət etmək lazımdır. Və 203-cü testə gəldik. A variantı doğru cavab olacaq. Mübtədəyə sual veririksə köməkçi feilə gərək yoxdur. Ona görə B yanlışdır. C variantında have to yox, has to olmalıydı who'ya görə. D variantında don't yox, doesn't olmalıydı. E variantında isə had to-dan ayrılıb mübtədədən əvvələ keçə bilməz. 204-də də A variantı doğru cavabdır. B variantında who has left olardı. C-də və-dən sonra indiki bitmiş zaman gəlmir. Since və-dən sonra indiki bitmiş zaman gəlməlidir. E variantında isə who hasn't olmalıdır. Və 205-də C variantı doğru cavabdır. A variantında nə üçün? Did the child apologize olmalıdır. Suala çevrilməlidir. Çevrilməyibdir. B variantında why ilə for bir yerdə işlənməz. D variantında did varsa feilin sonundakı et düşməlidir. E variantında isə for what did not the child, did not ayrı-ayrılıqda mübtədən əvvələ keçməz. Didn't olar ya da did the child not olar. 206-da D variantı doğru cavabdır. A variantında yanlış odur ki, whose father never drink yox, S olardı. Whose father does never drink olmaz. Çünki mübtədanın təyinə sual verirsə köməkçi feili gərək yoxdur burada. Burada yenə də does father never drink verilibdir. E variantında isə whose father doesn't coffee drink yox, doesn't drink coffee olmalıydı.
207'də isə A variantı doğru cavabdır. B variantında was varsa was he heard olmaz. Sual xəbər eşidilib deyərdik. Mübtəda əgər news olsaydı. Bax, A variantında mübtəda newsdur. Ona görə eşidilib deyil. Bağışlayın, deyirəm. Amma B variantında mübtəda he-dir. O eşidilib olmaz. O eşidib olar xəbəri. Yəni, mübtəda da yerindədir, tamamlıq da yerindədir. Məhsul növ olmaz. Onlar da did he hear. C'də də did varsa fe'l birinci formaya qayıtmalıydı. D'də ümumiyyətlə suala çevrilməyibdir. E'də ümumiyyətlə suala çevrilməyibdir. Cümlə ümumi suala çevrilməyibdir. Və gəldi 208, 9 və 10. Baxırıq burada 208-də nə olar? B doğru cavab olar. A variantı ona görə yanlışdır ki, how many money olmaz. Money saymayan isimdir. C variantında how much money olmalıydı. Çünki təyin elədiyi sözün yanında işlənməlidir. D'də köməkçi fe'l, yəni cümlə suala çevrilməlidir. Is there olmalıydı. E variantında isə how money yox, how much money olmalıydı. 209'da A variantı doğru cavabdır. B variantında this plant watering. Əgər need fe'lindən sonra ing gəlibdirsə, deməli bu əsas fe'ldir. Əsas fe'l isə deməli sual do ilə düzəlməliydi, does ilə düzəlməliydi. Ona görə bu yanlışdır. C variantında watered olmayacaq. Məchul mənada ya burada to be watered olmalıdır, ya da ki watered, gerund olmalıdır need fe'lindən. Ona görə bu ümumiyyətlə quruluşca yanlışdır. C variantında since when, nə vaxtdan bəri, has this plant been, baxaq bircə dəqiqə, since when, burada bitkinin ehtiyacı var deyəcək. Ehtiyacı olmaq fe'li məchulda işlənməyəcək. Ona görə yanlışdır. E variantında isə since when-dən sonra indiki bitmiş zaman gəlməlidir. Ona görə yanlışdır. Qaldı 210-cu test. 210-cu testdə isə cavab A variantı olacaq. B variantında whom you talked to. Talk to somebody sözünü yoxdur. Həm də cümlə suala çevrilmir. Baxın, did you talk olmalıydı. Bu yanlışdır ümumiyyətlə. D variantında with whom did you talk? Did varsa fe'lin sonundakı keçmiş zaman şəkilçisi düşməlidir. D variantında who did you talk? Who did you talk on the phone yesterday? Kiminlə? Yenə də to somebody, with somebody olmalıdır. Sözünü yoxdur. Talk to somebody sözünüsü yoxdur. E variantında isə cümlə ümumi suala çevrilməyibdir deyə bu da yanlışdır. $211-ci testdə doğru cavab A variantı, E variantı olacaq. Çünki ago varsa biz burada keçmiş zamanı götürməliyik. Məchul olduğuna görə də were announced götürdü. Ofdan əvvəl results cəmdədir deyə were-lə götürmüşük. A variantı ona görə yanlışdır ki, will keçər mübtədadan əvvələ, be mübtədadan sonra qalmalıdır. B variantında when-dən sonra indiki bitmiş zaman gəlməz. C variantında what time did the results of the contest announce? Burada məchul növ lazım idi bizə. Nəticə elan edilib, məlum növdə verilib deyə yanlışdır. D-də də results cəmdədir, was verilib deyə yanlışdır. 212-ci testdə isə A variantı doğru cavabdır. B variantında how well cümlə suala çevrilməyibdir. C variantında how does well, how well, yəni sual sözü bir yerdə işlənməlidir. How well olaraq, necə? D variantında köməkçi fe'l mübtədadan əvvələ keçməlidir. Fe'l mübtədadan sonra qalmalıdır. E variantında isə work fe'linə was-lə sual verilməyəcək. 213-cü testdə C variantı doğru cavabdır. Since when-dən sonra indiki bitmiş zaman gəlibdir. Have to modal fe'linin indiki bitmiş zaman forması. A variantında when do you have wear glasses? Have wear düzgün deyil. Wear glasses'dir. Duyla da sual verilibdir. B variantında when-dən sonra indiki bitmiş zaman gəlməz. D variantında have to ayrılıb have mübtədən əvvələ keçməz.
E variantında isə what time-dan sonra indiki bitmiş zaman gəlməli. 214-cü testdə isə A variantı doğru cavabdır. Deməli, what do you know about, nə bilirsən Avropa ölkələri haqqında? B variantında cümlə ümumi suala çevrilməyibdir. C variantında which European countries did you know olmaz. Did varsa know olmalıydı birinci formada. Who know about, who know olmaz, who knows olmalıydı. E variantında isə what you know yox, what do you know cümlə suala çevrilməlidir. 215-ci testdə isə C variantı doğru cavabdır. Mübtədəyə sual verdiyimizə görə köməkçi feildən istifadə eləməyəcəyik. A variantında who did you bought olmaz. Who bought a book for you olmalıydı. B variantında who did buy, didlə buy yanaşı olmaz. Did köməkçi feil mübtədən əvvələ keçər də. Bu quruluş doğru deyil ümumiyyətlə. Who bought to you a book? A book to you olmalıdır. Birinci kimin nəyi sualına cavab verən tamamlıq, daha sonra digəri. Who did a book buy? Burada köməkçi feil mübtədadan əvvələ keçər, bookdan əvvələ keçməz. Ümumiyyətlə quruluşca bu da yanlışdır. 216-cı testdə isə C variantı doğru cavabdır. A variantında did, gave olmaz, give olar. The book to you olmalıdır. Give feili iki tamamlıq alan feillərdir də bunlar. Ya somebody, something olacaq, ya da something to somebody olacaq. Yəni ya you, the book olacaq, ya da the book to you, for you olmalıdır. Ona görə C doğrudur. Sonra who did give yanaşı gəlməyəcək. Who didn't give to you, the book olmaz. The book to you olar. Ona görə yanlışdır. 217-ci testdə eyni qaydada E variantı doğru cavabdır. Who lent you money? Money to you olar ya da you somebody something ya da something to somebody olmalıdır. A variantında problem odur ki lend feili cəmdə verilib, who isə təkdədir. Did lend yanaşı gəlməyəcək. Who did you lend money to? To who? Did varsa feil birinci formaya keçməlidir. D variantında da eyni qaydada. 218-ci testdə isə E variantı olacaq. Bayaq demişdik ki, cost feili varsa to be feili olmayacaq. Eləcə də B variantında. Burada cost əgər sonunda S yoxdursa da deməli keçmiş zamandadır. Doesn't-la qarşılıq verilməz. D variantında isə kitabın qiyməti var deyəndə məchul növdə istifadə olunmamalıdır. 219-cu testdə də E variantı olacaq doğru cavab. A variantında cümlə suala çevrilməyibdir. B variantında cümlə ümumi suala çevrilməyibdir. Sən aldın deyəndə məchul növ lazım deyil. Bizə did you buy olmalıydı. D variantında isə you ilə does işlənməz. 220-ci testdə isə B variantı doğru cavab olacaq. Bizim feilimizin özü lie awake feilidir. Və bu keçmiş zamanda lay formasına keçməlidir. Where you lay awake cümlə suala çevrilməyibdir. B-də mübtədəyə sual verdiyimizə görə xəbər keçmiş zamanda olduğu kimi qalıb, köməkçi feilə ehtiyac yoxdur. C-də did verilibsə feil birinci formaya keçməlidir. D variantında led feilindən sonra tamamlıq lazımdır. Bizdə isə bu olmalıdır. Lay feili olmalıdır. E variantında isə feillə, əsas feillə köməkçi feil yanaşı istifadə olunmaz. 221-ci testdə isə cavab E variantı olacaq. A variantında who have yox, has olardı. B variantında whose window has broken yox, has been broken olardı məchul növdə. C variantı when-dən sonra bitmiş zaman gəlmir. D variantında isə cümlə suala çevrilməyibdir, ümumi suala. 222-də isə C variantı doğru cavabdır. A variantında cümlə ümumi suala çevrilməyibdir. B variantında üçüncü şəxsin təkidir, have olmaz. D variantında who has lost, mübtədəyə sual verirsə, xəbər gəlməlidir. Has lost, sonra his key olmalıdır. E variantında isə when-dən sonra indiki bitmiş zaman gəlməz. 223-cü testdə isə baxaq. Which man want to see the manager? Which man? Want yox, wants olardı. Bu yanlış.
2-də which man does want yox. Mübtədanın təyinə sual veririksə də köməkçi feilə gərək yoxdur. Bu da yanlışdır. Who wants to see the manager? Doğrudur. Kim görmək istəyir? Hansı adam görmək istəyir? Yenə mübtədanın təyinə də sual verəndə sadəcə xəbər gəlir. Bu da doğrudur. How many men? Neçə dənə adam görmək istəyir? Bu da doğrudur. 6 yanlışdır. Çünki do want köməkçi feilə əsas feil yanaşı işlənməyəcək. 3, 4, 5 elə C variantı doğru cavabdır. Çünki hər üçündə mübtəda ya da mübtədanın təyinə sual verilibdir deyə biz onları ümumi suala çevirmirik, ehtiyac yoxdur. 224-cü testdə isə doğru cavab A variantı olacaq. Birincidə mübtədaya sual verilibdir. Kim yaşayır? Doğrudur. İkincidə isə mübtədaya sual verilibdir. With Ted. Tedlə kim yaşayır? Amma köməkçi feil gəlib. Ona görə bu yanlışdır. 3-də isə cümlənin mübtədası Teddir. Biz tamamlığa sual vermişik. Who, with. Kim ilə yaşayır Ted? Baxın, 1-də mübtədəyə sual veririk. Kim Tedlə yaşayır? Mübtədəyə sual veririksə, ardınca xəbər gəlir. Amma cümlənin tamamlığına sual veririksə də who, with. Kimlə yaşayır Ted? O zaman cümlə ümumi suala çevrilməlidir. 3 doğrudur. 4-də isə yenə mübtədəyə sual vermişik. Kim Tedlə yaşamır? Sadəcə olaraq inkardır deyə burada köməkçi feildən inkar düzəltmək üçün istifadə eləmişik. Bu da doğrudur. 5-də isə tamamlığa sual vermişik. Whom with sonda olmaz. Ya who əvvəldə with sonda olar, ya da whom varsa da sözünü bura whom'un yanına gəlməlidir. Bu da yanlışdır. 225-ci testdə isə A variantı doğru cavab olacaq. 1-də mübtədəyə sual vermişik. Kim istəyir bizlə getmək? 2-də isə with whom, sən kimlə getmək istəyirsən? Mübtədə burada kimdir? Səndir. Burada mübtədə who'dur. Kim istəyir sənlə, bizlə getmək? 2-də isə kiminlə sən getmək istəyirsən? Artıq tamamlığa sual verdiyimizə görə cümlə ümumi suala çevrilibdir. 3-də who doesn't olardı. 4-də isə tamamlığa sual verdiyimizə görə did you want olmalıydı. Yəni cümlə ümumi suala çevrilməli idi. 226-cı testdə B variantı doğru cavab olacaq. 1 doğrudur. Mübtədəyə sual vermişik. Ardınca xəbər gəlibdir. İnkar düzəltmək üçün köməkçi feildən istifadə eləmişik. İkincidə tamamlığa sual vermişik. Did he recognize olmalıydı. Yəni cümlə ümumi suala çevrilməli idi. 3-də mübtədəyə sual vermişik deyə bu da doğrudur. 4-də who hardly recognize him. Who varsa da burada feil birinci formada olmaz. Ya sonunda S olar, ya keçmiş zamanda olar. 5-də isə tamamlığa sual vermişik deyə cümləni ümumi suala çevrilmişik. Köməkçi feil keçibdir mübtədadan əvvələ. Gəldi 227-ci testə. Və 227-ci testdə isə how do you feel? How do you feel? Bu doğrudur. Sonra how are you feeling? Bu da doğrudur. Biz demişdik ki, necə hiss eləyirsən deyəndə, hiss eləmək feili ilə biz sadə zamanda da soruşa bilərik, davam edici zamanda da soruşa bilərik. Bunu zamanları keçəndə keçmişdik sizlə. What you felt olmaz. Sən nə hiss eləyirsən deyə soruşsaq, köməkçi feil mübtədanın əvvələ keçərdi. What did not you feel da olmaz. Çünki did not ayrı-ayrılıqda mübtədanın əvvələ keçməz. Didn't qısa formada keçə bilərdi. Ona görə cavab A variantı olacaq. 228-ci testdə isə B variantı doğru cavabdır. What films do you like? Hansı filmləri xoşlayırsan? Və yaxud da what kind of films? Hansı növ filmləri xoşlayırsan? 3-də which films? Hansı filmləri sən xoşlayırsan deyəndə cümlə ümumi suala çevrilməli idi. Do you like? 4-də isə kim xoşlayır deyəndə mübtədəyə sual verdiyimizə görə köməkçi feilə ehtiyac yox idi burada. 229-cu testdə A variantı doğru cavab olacaq. When did he draw these pictures? Nə vaxt çəkib? Zaman sual vermişik, ümumi suala çevirmişik. When these pictures were drawn, yenə də burada zamana sual verirsə, köməkçi feil mübtədadan əvvələ keçməli idi. Bu şəkillər nə vaxt çəkilibdir? 3 doğrudur, 1 doğrudur, 3 doğrudur. Baxın, görürsünüz, suala çevrilibdir. 4-də drew keçmiş zamanda qalıb, did varsa feil birinci formaya çevrilməli idi. 5-də isə mübtəda var, tamamlıq var, amma cümlənin xəbəri məchul növdə verilib, yanlışdır. 230-da da A variantı olacaq. Birincidə mübtədəyə sual vermişik deyə ardınca xəbər gəlibdir. 4-cüdə tamamlığa sual vermişik deyə cümlə ümumi suala çevrilibdir. 2-də kim
tərəfindən polisə zəng edilib. Bu mübtədəyə görə biz köməkçi feili təyin edirik. Yəni polis cəmdə olduğuna görə was yox, were olmalıydı. 3-də isə mübtədəyə sual vermişik, amma köməkçi feildən istifadə eləmişik deyə yanlışdır. 231-ci testdə E variantı olacaq cavab. Give something to somebody. Bu doğrudur. İkincidə mübtədəyə sual vermişik, amma köməkçi feildən istifadə eləmişik, yanlışdır. Üçüncüdə tamamlığa sual vermişik. Who did you give? Did varsa give birinci formada işlənməlidir. Who you gave the information? Kimə vermirsən məlumatı? O zaman did you give olmalıydı. Bir də 5 doğrudur. Mübtədəyə sual vermişik, ardınca xəbər vermişik. Bu da doğrudur. 1 ilə 5-in fərqi ondadır ki, biri keçmiş zamandadır, biri indiki zamandadır və salam, ikisi də doğrudur. 232-ci testdə isə B variantı doğru cavab olacaq. Birincidə tamamlığa sual verirsə, did you congratulated olmalıydı. Yəni cümlə ümumi suala çevrilməlidir. Köməkçi feil mübtədanın əvvələ keçməliydi. Ona görə yanlışdır. Bax, 2 onun doğru formasıdır. 3-də mübtədəyə sual vermişik. 2-də deyir, sən kimi təbrik eləmirsən. 3-də deyir ki, kim səni təbrik edir? Mübtədəyə sual verəndə ardınca sadəcə xəbər gəlir. Burada ehtiyac yoxdur köməkçi feilə. 233-cü testə baxaq. Deməli, 233-cü testdə müəllimlər A variantı olacaq doğru cavab. Who was ordered to leave the room? Kimə əmr edildi? Məchul növdür. Mübtədə gəlib, ardınca xəbər gəlibdir, doğrudur. İkincidə isə məlum növdür. Kim sənə əmr elədi? Mübtədə sual vermişik deyə, yenə ardınca xəbər gəlib, bu da doğrudur. 3-də who did you order? Did varsa da feil birinci formada işlənməlidir, bu yanlışdır. Who did order? Did order. Əsas köməkçi feildən əsas feil hər ikisi mübtədən əvvələ keçə bilməz. 5-də isə mübtədəyə sual verilir, amma xəbər cəmdədir. Who təkdədir, xəbər cəmdədir. Ya S olmalıdır sonunda, ya keçmiş zamanda olmalıdır deyə yanlışdır. 234-cü testdə isə D variantı doğru cavab olacaq. Cost feilinə biz do ilə sual veririk. How much do these shoes cost? Neçədir qiyməti? 4-də də eyni qaydada this pair of dediyinə görə does-la sual vermişik. 2-də yanlışlıq odur ki, cost feili are-la sual verilməyəcək. Costed də are-la verilməyəcək. Çünki ayaqqabının qiyməti neçədir deyəndə biz burada məchulluq lazım deyil bizə, işlənməz məchulda. 235-ci testə gələndə isə A variantı doğru cavab olacaq. What didn't he accept? Nəyi qəbul eləmədi? Tamamlığa sual vermişik. Ona görə də köməkçi feil mübtədadan əvvələ keçibdir. 2-də isə mübtədəyə sual vermişik. Ardınca xəbər gəlibdir. Kim qəbul elədi? Who, kimin təklifini o qəbul elədi? Burada artıq tamamlığın təyininə sual verilir deyə did he accept olmalıydı. Köməkçi feil mübtədadan əvvələ keçməliydi. 4-də isə mübtədəyə sual vermişik. Köməkçi feilə gərək yox idi. 236-cı testdə isə A variantı doğru cavab olacaq. Kim satdı maşını Johna? Sell something to somebody. Nə isə kiməsə satmaq ya da somebody something olmalıdır. Ona görə bir doğrudur. 4-də isə John kimə satdı maşınını? Who əvvəldə gəlib, to sonda gəlibdir. Cümlə də suala çevrilibdir. 1 ilə 4 doğrudur. 2-də yanlış olan nədir? Kim satdı maşınını Johna? Mübtədəyə sual verəndə köməkçi feilə ehtiyac yoxdur. 3-də tamamlığa sual verilibdir. Cümlə ümumi suala çevrilməlidir. Yəni did John sell olmalıydı. 5-də isə who John sold his car söz önüsü yoxdur. Who sonda to olmalıdır. Çünki kimə satdı? Ona görə söz önü yoxdur deyə götürə bilmirik. 237-ci testdə biz düzgün variantları tapmalıyıq. Birincidə for whom they are waiting. Baxın, cümlənin normalı nədir? They are waiting for somebody. Onlar kimisə gözləyirlər. For whom əvvələ gəldi, köməkçi feildən mübtədadan əvvələ keçdi. Bu doğrudur. Sonra why for olmaz, 2 yanlışdır. Who are they waiting for? Who for kim üçün? Are they waiting? Onlar gözləyirlər. Bu da doğrudur. Who
is waiting for them. Kim onları gözləyir? 3-də deyir ki, onlar kimi gözləyir. Tamamlığa sual vermişik də, köməkçi fe'l zeydən əvvələ keçibdir. 4-də isə mübtədəyə sual vermişik, ardınca xəbər gəlibdir. Kim gözləyir onları? Bu da doğrudur. 5-də what for, nə üçün? Are they here? Onlar buradadılar. Doğrudur. Who for olmaz. For who olmaz. For whom olsaydı doğru olardı. Ya da who əvvəldə, for sonunda olsaydı doğru olardı. Bu da yanlışdır. 4 dənə cavabımız var. D variantıdır. 238-ci testdə isə bizim cəmi 3 dənə doğru cavabımız olacaq. Baxın, müəllimlər. What'dan sonra isim gələr, how'dan sonra sifət gələr. Birincidə what'dan sonra deep sifət gəlibdir. Ona görə bu yanlışdır. İkincidə how'dan sonra sifət gəlib. How deep, nə qədər dərinlikdir. Is the lake, cümlə də suala çevrilib. Bu doğrudur. 3-də what'dan sonra isim gəlib, cümlə suala çevrilib. Bu da doğrudur. 4-də how'dan sonra isim gəlibdir. Bu yanlışdır. 5-də the deep olmaz. Çünki deep adjektivdir. Qarşısında the artikli olmaz. Gölün dərinliyi deyəndə bizə dərinlik isim lazımdır da. Bax, bu sifətlə çıxırıq, bu da sifətlə çıxırıq. 1-də 7 doğrudur ki, baxın, dərinlik sözü isim. Gölün dərinliyi nə qədərdir? Ona görə 3 dənə doğru cavabımız oldu. 239-cu testdə biz yenə eyni qaydada nə etməliyik? Neçə dənəsi düzgündür, ona baxmalıyıq. Gəlin, baxaq. Yenə də qiyməti olmaq deyəndə ya sadəcə to be fe'lindən istifadə edəcəyik. 1 doğrudur. Burada fish cəmdədir. 2 doğrudur. Fish burada təkdədir. 3-də cost varsa to be fe'li olmayacaq. Bu yanlışdır. Cost varsa to be fe'linə gərək yoxdur. Bu yanlışdır. Cost var, do ilə sual vermişəm, fish cəmdədir deyə, bu doğrudur. 6-da isə təkdədir fish, does ilə sual vermişəm, bu da doğrudur. Yəni 4 dənə doğru cavab var, bu da D variantındadır. 240-cı testdə isə why do not you? Do not ayrı-ayrılıqda you-dan əvvələ keçməz. Don't you help olardı. Bu yanlışdır. Who doesn't help him? Bu doğrudur. Çünki bir də sual sözü gəlib, ardınca cümlə ümumi suala çevrilməlidir və bu zaman biz köməkçi fe'linlə notu bir yerdə keçirməliyik you-dan əvvələ. 2-də isə tamamilə başqa quruluşdur. Mübtədəyə sual veririk. Kim kömək etmədi ona? Və biz bilirik ki, mübtədəyə sual verəndə ardınca xəbər gəlir və inkardırsa da, bəli, doesn't ya da does not formasında yaza bilirik. 3-də does help olmaz. Çünki biz mübtədəyə sual verəndə burada köməkçi fe'li yalnız və yalnız belə inkar düzəltmək üçün istifadə edə bilərik. 4 doğrudur. Who helps him? Mübtədəyə sual vermişik. Ona kim kömək elədi? Bax, 4-ün inkarı 2-dir elə bil ki. 4-də deyir ki, kim ona kömək eləyir? 2-də deyir ki, kim ona kömək eləmir? Sonra 5-də isə mübtədamız you'dur. 5-də məna fərqlidir. Tamamlığa sual vermişik. Deyirik ki, sən kimə kömək eləyirsən? Köməkçi sual sözü yazılıb, cümlədə ümumi suala çevrilib. Bu da doğrudur. O kimə kömək eləyir deyəndə yenə də köməkçi sual sözü yazılıb, köməkçi fe'l mübtədanın əvvələ keçibdir. Bir üçüncü şəxsin təki olduğuna görə does'dan istifadə eləmişik. Yəni burada da 4 dənə doğru cavabımız oldu.